Salam dəyərli şoriklər. Deməli bu yaxınlarda nə kəşf elədim? Asan yolla necə şor hazırlamaq olar? Özü də motal şoru. Bunun üçün bizə cəmi 3 ingredient lazımdır. Bax biri belə bir sor kremdir. İndi hansı ölkədəsə o ölkənin belə deyə də sor kremini ala bilərsiniz. Bu İrlandiyanın da ayrışdır. Yağlı fərq eləmir, yəni neçə faiz olur, yəni 50% falan olmasın. Çox yağlı olur da belə deyək. Amma belə bu 25%-dir. Əladır gedir. Babat. Bu bir. İkincisi belə bir pendir. Bunu hardan tapa bilərsiniz? Lidl-dan tapa bilərsiniz. Lidl-dan İtalyan günləri olur, tapa bilərsiniz və yaxud da ki İtalyan marketlərində falan belə bir şey və yaxud da pendir marketlərindən tapa bilərsiniz. Belə bir şey. Və bu. Və belə bir pendir. Bunda eyni Lidl-dan falan, İtalyan günlərindən falan tapa bilərsiniz. Bu üç məhsulu qarışdırırsan, olur bomba kimi. İndi mən sizə göstərəcəm necə eləmək lazımdır. Belə bir şeydir də, yəni sor krem elə bir şey deyil. Atız bunu kefinizə görə, belə deyək də, sərtliyinə görə, necə ürəyiniz istəyir də, hansı sərtlikdə ürəyiniz istəyir. Ona görə bu ingrediyentləri əlavə eləyə bilərsiniz. Bu tamamilə motal tamın verən budur əsas. Motal tamın verən budur. Bu isə qatılıq verəndir. İkisini birləşdirəndə bildiyin şor dadı verir. Əlat da yəni. İndi qarışdırırım, sizə göstərəcəm. Bilmirəm İtalyanlar bunu necə hazırlayıb. Bu bildiyin motal pendirdir. Prosta üydüblər də belə deyək. Üydüblər, motal pendirdir. Düzdür, biraz bitteri var, yəni çox cüzi acılıq vardı. Onun əsl şoriklər bilər. Amma bu Holland pendirlərinə, İtalyan, fransız pendirlərinə xas olan bu xırda acılıqdır. Yəni o xırda notdur. Çox hiss eləmərsən. Ayrıca qabda da eləyə bilərsən. Mən tənbələm deyənə, bax elənin içinə hamısını tökürəm şeyin içinə, elə qabın içinə, öz qabında qarışdırıram. Yəni keyfə görə neçə qram, nə qədər istəsən əlavə eləyə bilərsən. Bu formada yəni qarışdırsın. Yəni xüsusi bir şey yoxdur, qaşıqla qarışdır getsin. Deməli bu pendirin də belə deyək, ən sevdiyim özəlliyi odur ki, hardadır burada? Deməli 39 qram şey var. 39.2 100 qramında 39.2 protein var. Bunda da 25'dir. 25 qram protein var. Deməli sor kremdə isə 100 qramında 3 qramdır protein. Hardasa hazırlanan məhsul belə deyək də, bunun özü 200 qramdır. Bura əlavə eləsən 50 qram hərəsindən 100 qram. Təxmini belə hesablamaq olar ki 20, 30, 35. Hardasa 300 qramlıq bir məhsulda 35 qram protein əldə edirsən. 300 qramlıq bir məhsulda. Bu da çox qəşəngdir. Yəni 100 qramla 10 qramdan çox şey düşür də, belə deyək, protein düşür. Daha çox əlavə eləsən, yəni daha çox protein əldə edə bilirsən. Dəf kimi, proteinli şor, nə istəyirsən. Üzərliyi hardan? Üzərliyi buradan, Tesco'dan, Mesco'dan, hər yerdən ala bilərsən. Nigellas Seeds. Al, dök üstünə, dəf kimi, olur. Çörək otlu şor. Çörək otunu əlavə eləyəndə yenə də qarışdırıram. Bax, tekstura, qatılıq, nə bilim, rəng, hər şey bildiyin şordur da, yəni %100 şor. Dəf kimi. Qiymətləri neçədir? Bunun
Bunun özü neçədir? 1 euro nə 30 sent idi, nə idi belə bir şeydir. Bu eyni 2 euro 30 sentsə bu ətrafdadır. Bunun özü isə harasa 3 euro 50 sent satdı, belə deyək. Toplamda ikisi deyək ki 6 euro. İkisi 6 euro. O da 1 euro, 7 euro. Yəni üçü bir yerdə 7 euro. Dəf kimi 7 euroya şor alırsan da, belə deyək. Super. Yəni hələ bununla bunu tam istifadə eləmirsən, yəni sonra da istifadə edə bilərsən. Belə deyək, kardasan. Bu üzəri isə 1 evrodur. Yəni çörək otu üzəri deyirəm, çörək otu 1 evrodur. Belə, dəf kimi, nuş olsun. İtalyan yetimlər bunu ilə bunu şey üçün düzəldiblər də, makaron üçün. Makaron verməşil, pasta beləni sən də şimdi ona töksən üstünə. Yeyirsən zad, nə bilim, falan fəsməkan, dəniz məhsullarından falan fəsməkan. Bəzən pizzaya da əlavə edirsən. Hardan bilsin, qardaşın ondan şor düzəldəcək, özə motal şoru. İndi isə keçirik test zamanı. Deməli, çörək. Kim deyir, çörək yemək olmaz? O düz deyir. Çörək yemək olar, amma basıb da zavod çörəyin yemək olmaz da. Belən içinə görsən, müxtəlif nədir, o sidlərdən, dənələrdən hazırlanmış proteinli çörək. 15 qram protein. Dəf kimi. 15 qram protein. 15 qram protein. Bəli, bir ədədində 15 qram protein var. 100 qramında 21 qram protein var bu çörəyin. Allah, görsən isti. Nətər bişirmişəm ala. Of. İsti. Oyda, buna buxar görsən. Dəf kimi bişirmişəm ya. Acaram lan qabına. Şormuz. Proteinli. Protein şor, protein nə bilim ala. Çörək, dəf kimi. Bismillah. Heç fərqi yoxdur. Eyni şor. Eyni ilə şor, motal şor özdə. Dəf kimi, bırak. Yesin. Ve yumurta. Babat. Yok lan.